Hello everyone, herkese salamlar. Bugün sizlerle 8. sinif İngiliz dili dersinden sayfa 34 ve 35 işleyəcəyik. Bölümümüzün adı listening'dir. Dinləmə edəcəyik bugün. Gəlin birinci tapşırığa baxaq. Walk and talk to your classmates. Gəz və dostlarına de. Find someone, tap ki, kim ki, who doesn't like chocolate ice cream, kim şokoladlı dondurmanı sevmir, whose favorite ice cream flavor is vanilla, kimin dondurma dadı vanilladır, sevimli dondurma dadı, who has eaten ice cream this week, kim bu həftə dondurma yeyib, who eats ice cream in winter, kim qışda dondurma yeyir, who never eats popcorn, kim popcorn heç vaxt yemir, who ate French fries yesterday, kim dünən French fries yeyib, who has never eaten French fries, deyir, kim ki heç vaxt French fries yeməyib, who likes dark chocolate, kim daha tünd şokoladı sevir. Yəni siz dostlarınıza bunları gəzə-gəzə və soruşa bilərsiniz. Deməli, ikinci də deyir, use your best guess. Deməli, deyir ki, öz təxminini et. Are the statements true or false? Doğrudurmu, yoxsa yanlışdırmı? Deməli, siz öz təxminlərinizə uyğun seçəcəksiniz. Birincidə deyir ki, people first started eating chocolate about 2000 years ago. İnsanlar ilk dəfə şokoladı 2000 əvvəl yemişdilər. Bunu əgər sizin fikrinizə görə düzdürmü, səhvdirmi? Popcorn is 15 years old. Popcornun 5 yaşı var. The first ice cream contained ice, fruit and honey. Birinci dondurmanın tərkibində buz, meyvə və bal var idi. The French first prepared French fries. Birinci Fransızlar onlar birinci French fries'i hazırlayıblar. Deməli, burada gözəl sözlərimiz var. Gəlin onları qeyd dəftərimizə götürək. Seed sözü toxum deməkdir. Bitter, acı. Dessert deməkdir. Yeməkdən sonra yeyirlər, dessert. Gəlin indi definitionlarına baxaq. Seed, a small, round or oval object produced by a plant and new plant can grow from it. Deyir ki, toxum, balaca, yumru, oval kimi bir obyekt ki, bitkidən produce edir və yeni bitki bunun hesabına böyüyür. Bitter, having a strong taste, not salt and sweet. Deyir ki, çox güclü dadı var. Nə duzlu deyil, nə də şirin, yəni acıdır. Dessert, sweet food eaten at the end of the meal. Yeməyin sonunda yeyilən şirin yemək. Deməli, 4-cü tapşırığa qulaq asacağıq. Daha doğrusu track 6-ya qulaq asacağıq. Qulaq asmayacaq bu dəfə, oxuyacağıq. Açaq. The native people of Central America invented the chocolate about 2000 years ago. Deyir ki, oxuyacağım burada. Ümumi, yəni burada şokoladın yaranması haqqında danışır. They made a spice drink from the seeds of the cacao tree. They add chili peppers and water. The chocolate drink wasn't sweet, it was bitter. Spanish people brought chocolate to Europe and it soon became very popular. Chocolate factories start making chocolate candy too. In 1867, a Swiss chocolate maker named Daniel Peter invented a chocolate candy made with milk. Now, milk chocolate is very popular all over the world. Demek burada südlü şokolad haqqında danışır, onun yaranması haqqında danışır. Bunu tərcümə eləmədim. Bunu tərcümə edəcəm, bunu yox. Çünki hamısını oxumaq biraz çətindir, tərcümə eləmək. Necə? Yəni, eləyərəm. Sadəcə vaxt gedəcəkdir. Digərlərinə də istəyirəm, vaxt qalsın. Popcornla danışır burada. Deməli, people start growing corn for food about 8000 years ago in Central America. Deyir ki, insanlar ilk dəfə qarğıdalını 800 min il əvvəl Central Amerikada böyütmüşdülər.
They use corn in many ways. Onlar qarğıdanı çox yollarla istifadə edirlər. They eat it fresh and they use it to make bread and soap. Deməli, onlar onu təzə olanda yeyirdilər və onlar çörək və ya su bişirəndə istifadə edirlər. In 1948, archaeologists found popcorn in a cave. 1948-ci ildə arxeoloqlar mağarada popcorn tapdılar. It was 505 years old. Deyir, o 5500 yaşı var idi. Native Americans made popcorn by cooking the corn over the fire. Deyir, Native Amerikanlılar, yəni Amerikanlılar ilk dəfə ocağın üzərindən qarğıdanı pişirərək popcorn əldə etdilər. People enjoy eating the hot popcorn. İnsanlar isti popcornu yeməkdən həzz alırlar. They also used it to make decorations and popcorn necklaces. Deyir, onlar həm də dekorasiyalar və popcorn qolbaqlarında istifadə edirlər. Ice creamdən, dondurma haqqında danışır. About 2000 years ago, the ancient Romans brought ice and snow from the mountains and mixed it with fruit and honey. Deyir, 2000 il əvvəl qədim Romalılar deməli, buzu və qarı, dağlardan buzu və qarı gətirdilər və onu meyvə və balla qarışdırdılar. About 1500 years ago, people in China made desserts with ice and milk. Deyir ki, 1500 il əvvəl insanlar Çində buz və süddən desertlər hazırlamağa başladılar. People invented the soft ice cream that we eat today about 400 years ago. Deyir, insanlar bu yumşaq dondurmanı biz indiki yediyimizdən 400 il əvvəl kəşf ediblər. Fruit ices were popular in Europe. Meyvə buzları Avropada məşhurdur. Then people start to add cream. Sonra insanlar krem əlavə etməyə başladılar. They put the cream in a metal bowl with sugar. Onlar kremi bu deməli kasanın içində olan pesoğun, yəni şəkər tozunun içərisinə qatdılar. Then they put it in the bucket of ice. Sonra onu soyuq buz qablarına tökdülər. That wasn't easy work because they mixed the cream by hand. Bu asan iş değildi. Çünki onlar kremi əlləri ilə qarışdırırlar. In 1843, an American woman named Nancy Johnson invented an ice cream machine. 1843-cü ildə Amerikan qadını adı da olan Nancy Johnson dondurma maşını kəşf etdi. 7 years later, 7 il keçmədi ki, the first ice cream factory opened in Baltimore in the USA. 7 il keçmədi ki, birinci deməli dondurma faktoriyası, yəni zavodu deməli Amerikanın USA-də Baltimore şəhərində açıldı. Potato chips. If you think that French fries are from France, you are wrong. Deyir, düşünürsən ki, French frieslər olur, belə qızarmış çubuqlar belə. Onlar Fransadan alınıb, səhvdir. French fries come from Belgium, where historians say people first fried potatoes in the late 1600. Deyir ki, French frylar, mən onun da adım French fry deyirəm. Yəni o yeməkdir də, kartof çubuqlar deməkdir. Və French fries deyir Belgiumdan gəlir. Hara ki tarixçilər ilk dəfə 1600-cü ildə burada qızarmış kartof qızardıblar. In 1853, George Crumb was a cook in a restaurant in New York. 1853-cü ildə George deməli New York'un restoranında bişirdi. One day customer said he didn't like the George's French fries. Bir dəfə alıcı dedi ki, Georgia'nın French frylarını sevmədi. He said they were too stiff. So George played the joke on the customer. He made some. Deməli o deyir ki, onlar yəni çox dadsızdır və George onunla oyun zarafat etdi. He made some French fries that were very thin like a paper. Deyir, o French frylar hazırladı ki, çox arıq və kağız kimi idi. The customer loved them. Customer, yəni alıcı sevdi.
Soon all the George customers wanted French fries. Deyib tezlikcə Georgia'nın alıcıları onun French fry'larını istədi, arıq French fry'larını istədi. George opened a new restaurant in 1860 and his chips became famous all over the USA, yani United States of America. 1860-cı ildə o deməli restoran açdı və onun arıq bu chipsləri Amerikanın bütün hər yerində məşhurlaşdı. Today, potato chips are one of the most popular snacks in the world. Bugün dünyada kartof çubuq chipsləri dünyanın ən tanınmış snacklarından biridir. Yəni yeməklərindən biridir. The average American eats 64 bags of chips every single year. Hər tək ildə Amerikan insan 64 qutu chips yeyir. Uşaqlarını oxuduq, qaydaq səhifəmizə. Deməli, burada sizin demişdi ki, təxminlərinizi edərsiniz. Yəni, burada təxminlərinin görək düz və ya səhv olduğunu. Deməli, deyir ki, people first, deməli, insanlar ilk dəfə şokolad yeməyi 2000 əvvəl yeyiblər. Bu düz idi, yəni mətndə var idi, true'da. İkinci false, orada deyirdi 550 yaşı var idi deyəsən. Yəni 500 demirdi, yəni false'dur. 3-də the first ice cream contained ice, fruit and honey. Düzdür, birinci dondurmanın tərkibində bunlar var idi. 4-cüdə the French first prepared French fries. Fransızlar ilk dəfə French fries hazırlayıblar. Bu səhvdir. Şimdi keçirik tapşırıq 4-dən. Deməli, oxuduq. Exercise number 4. Deməli, deyir ki, burada bizdən nə istəyir? Deməli, suallara cavab veririk. Deyir ki, how did first chocolate drink taste? Deyir, birinci şokolad içkisi necə dad verirdi? Deyirdi, bitter, acı. Yəni, listeningdə də gördüyümüz kimi. 2-də, who brought chocolate to Europa? Deyir, Avropaya şokoladı kim gətirdi? Spanish people'lar, insanlar, yəni Spanish people. 3-cüdən, deyir, what did Daniel Peter add to chocolate candy? Deyir, Daniel nə əlavə elədi ki, şokolad şirinə oldu? Deməli, o süd əlavə etdi, milk. Siz bunu tam yaza bilərsiniz cümlələrlə. Daniel Peter add to chocolate candy milk. Yəni, sadəcə mən qısa cavablar yazıram. Oradakı istəyən cavabları yazıram mən. 4-cüdə, what do people in Central America use corn for? Deyir ki, Amerikada insanlar qarıdan nə üçün istifadə edirlər? To make bread and soup. Çörək hazırlamaq və soup hazırlamaq üçün. To make bread and soup. 5-ci deyir, how old was the popcorn archaeologist found in a cave? Deyir, arxeologlar mağarada nə vaxt tapdılar? Yəni, neçə yaşı var idi? Neçə yaşı var idi? Deməli, 5050 year. 5500 years. Altıda, what did Native Americans make from popcorn? Deyir, onu popcorndan nə düzəldirdilər? Onlar they make decorations and necklaces. Yəni, dekorasiya və boyunbağlar. Decorations and necklaces. 7-cidə, when did people first make modern ice cream? Deyir ki, onu yeni dondurmanı nə vaxt düzəltdilər? Deməli, 400 il əvvəl. 4000 deyir. Daha 400 il. 8-də. Niyə o deyir ki, why was it hard to make ice cream? Deyir, niyə o çətin idi? Because they mix cream with hand. Çünki onlar əlləri ilə edirdilər. With their hand. Əlləri ilə qarışdırırdılar kremi ona görə.
They mix cream with their hand. 9'da What did Nancy Jones invent in 1843? 1843 ildə Nancy kəşf etdi. Ice cream machine, dondurma maşını. Ice cream machine. 10'da When did people first fry potatoes? Deyir ki, onlar nə vaxt qızartmışdılar bunu. Yəni nəyi deyirəm mən? Yəni kartof qızartmışdılar. Səhvimizə in 1600, yəni 1600-cü ildə. In later olacaq. Burada later. Deməli, why didn't customer like George French fries? Niyə customer, yəni alıcı George'un French fry'larını sevmədi? Because deməli, because they were sick. Yəni qalın idi. 12-ci nəhayət ki, when did George open a new restaurant? Nə vaxt açdı yeni restoranı? In 1860, yəni 86'dir. Bu bizim nəyimizdir? Baxın. Bu bizim 4-cü tapşırığımızdır. Dəqiq uşaqlar. Exercise number 4'dür. İndi 5'də bizə nə deyir? Deyir ki, do research on the history of your favorite food. Deyir, sevimli yeməyinin tarixi haqqında araşdır və prezentasiya, təqdimat aslında. Daha çox fokuslan the time when people first made it. Deyir, nə vaxt ki, insanlar onu ilk dəfə düzəldib. What ingredients it had. İngredientləri nə idi? Yəni, ləvazimatları. How it has changed. O necə dəyişdi. Yəni, bunu da məsələn, sevdiyiniz yemək haqqında prezentasiyanızı özünüz edəcəksiniz. Ümid edirəm videonu bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.